daxildə nədirsə, xaricdə də odur. Yəni bu dünya sənin sanki daxilinə əks etdirir. Əgər sən düşünürsənsə daxilən ki, burada ancaq problemlər var, həyat çətindir, burada bax ədalətsizliklər var, bax oğrular var, bax filan kəsi atdı, plus da izləyirsən belə kimi bir şeyləri, çünki reallıq sənə başlayır bunu təsdiqləməyə. Çünki aynandır sənin, güzgündür. Sən deyirsən ki, belədir, belə yanaşırsan, o da sənə bunu göstərir. Güvənsiz yanaşırsan, o da sənə bunu göstərir. Ədalətsizdir dünya, o da sənə bunu göstərir. İnsanlar yalandır, yaxşılıq başa düşmürlər, o da sənə bunu göstərir ki, bəli, bax, budur, sənin içindəki budur da, nə gözləyirsən başqa? Və bu şəxsi inkişaf yolu, mənəvi inkişaf yolu səni öyrədir öz daxilindəki bir şeylərlə işləməyə. Nə bax, orada qurğu, proqram, stereotiplər, inanclar var, hansılarından xilas olaraq təmizlənərək sənin həyata qarşı yanaşman dəyişir. Sənin həyata qarşı yanaşman dəyişir, sənin reallığın başlayır dəyişməyə. Tamam fərqli bir yanaşma göstərirsən, əməllərini dəyişirsən, tamam başqa bir reallıqda da sən görürsən. Amma insanların əksəriyyəti çox vaxt o nəticədən yapışırlar, da o baş vermiş bir hadisədən yapışırlar və başa düşmürlər ki, bu bir geri dönüş idi sənin dünənki davranış və əməllərinə.